Hər birinizi salamlayıram ilk öncə. Deməli, bu günləri mövzumuz Böyük Monqol dövlətidir. Böyük Monqol dövlətinin video izahına birlikdə gəlin baxaq, başlayaq mövzumuza. Deməli, Böyük Monqol dövləti neçənci illərdə mövcud olub? 1206-cı ildən 14-cü əsrə qədər mövcud olub. Monqollar dedik ki, ibtidai icmadan birbaşa feodalizm quruluşuna keçid ediblər. İbtidai icma bunda 12-ci əsrdə baş verir. Biz demişdik ki, İbtidai icmadan feodalizmə keçənlər kimlər demişdik? Ərəblər demişdik, Germanlar demişdik, Türklər demişdik, Monqollar demişdik. Bunların oxşar cəhətidir ki, ibtidai icmadan birbaşa feodalizm quruluşuna keçid ediblər. Daha sonra Monqollarda qəbilə quruluşunu ordular əvəz edirdi. Yəni ordu bildiyimiz ordu sizin bildiyiniz yəni hərbi ordu deyil də, yəni ordu deyək tayfa şəklində belə izah eləyək. Qəbilə quruluşuna ordular əvəz edirdi. Orduların başçısı isə adlanırdı Bahadır və Noyonlar. Daha sonra onlar belə deyək də böyüyərək xan adlanmağa başlayırlar. Biz burada danışacağıq Monqol dövlətinin əsasını qoyan Çingiz xandan və yaxud da ki Temüçün xandan. O hakimiyyət illəri 1206-1227-ci illəri əhatə edir. Çingiz xan 24-cü nəsildən idi. O Kiyat tayfasından idi. Atasını Yesuqay Bahadır idi ki, atasını zəhərləyərək öldürürlər və bundan sonra taxta Tarqutay çıxır ki, o da Çingiz xanı öldürmək istəyir. Ancaq Çingizi qoruyan bir qəbilə var idi ki, bu Sulduz qəbiləsidir. Məhz biz bunda Azərbaycan tarixindən çobanları keçmişdik. Çingiz xanın əvvəlcə dostu, sonra düşməni isə olmuşdu, Camuqa olmuşdu. Əvvəlcə dostu, sonra isə düşməni olmuşdu. O ilk öncə Nayman, Kerait, Merkit tayfalarını tabe edir. 1206-cı ildə onun qurultayı keçirilir ki, Çingiz burada xan elan edilir və dövləti, Böyük Monqol dövlətini yaradır. Böyük Monqol dövlətinin paytaxtı Qaraqorum şəhəri idi və burada bir kahin var idi ki, onu xan elan etmişdi, yəni Şaman Tep-Tengri idi. Daha sonra burada deyəcək ki, Çingiz xan ordunu onluq sistemdə təşkil etmişdi ki, biz də bilirik ki, onluq sistem türklərə məxsus idi. Çindən hərbi yeniliklərini öyrənir. Həmçinin onun ordusunun əsas zərbə qüvvəsi nizəçi atlılar idi. Daha sonra Böyük Monqol dövləti Çingiz xanın qanunları adlanırdı Böyük Yasa. İlk öncə tabe edir Şərqi Gürcüstanı, daha sonra isə Cənubi Sibiri tabe edir. Bundan sonra isə 1211-1215-ci illərdə Şimali Çini tabe edir, daha doğrusu Şimali Çini tutur 1211-15-ci illərdə və bununla da Pekini tabe edir. Mərkəzi Asiya 1219-1221-ci illərdə yürüş edir ki, və bu yürüş zamanı Xarəzmşahları özünə tabe edir. Xarəzmşah Məhəmməd isə onunla açıq döyüşə girməkdən, yəni boyun qaçırdı, açıq döyüşə girmir. Daha sonra Cənubi Qafqaza, İrana yürüşü 1220-1222-ci illərə əhatə edir ki, yürüşün başında da Cəbə və Subutay dururdu. 1223-cü ildə Kalka döyüşü olur ki, burada Monqollar Rus qıpçaqları məğlub edirlər. Çingiz xanın ilk və son səhvi nə olur? Ölkəni uluslara bölməsi. Yəni uluslara bölür ki, burada Tuli, Cuci, Cağatay, Uqitey uluslarına bölünür. Amma biz burada Tuli və Uqiteydən yəni adlarını artıq çəkmirik, yəni işlənmir. Biz əsas deyək Cuci və Cağatay ulusundan görəcəyik, danışacağıq. Daha sonra deyirik ki, Çingiz xan öləndən sonra hakimiyyətə gəlir Xubilay xan. Daha doğrusu Çingiz xandan sonra da yəni gələnlər var, amma biz Xubilay xanın adını çəkəcəyik ki, bu da 1264-1294-cü illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə paytaxt Pekin olur. Deməli, Xubilay xan Cənubi Çini də tabe edir, tutur. Çində Yuan sülaləsinin əsasını qoyur 1371-ci ildə.
və Monqollara qarşı 1368-ci ildə Çində üsyan baş verir və bundan sonra deyəcək ki, Böyük Monqol dövləti 14-cü əsrdə dağılır. Belə, Böyük Monqol dövləti ilə bağlı əsas məqamları sizə qeyd elədim, amma mütləq şəkildə kitabı oxuyun, daha sonra video izaha baxın.